Artıq 45 dəqiqəmiz qaldığına görə yeməyimizi qoymuşuq pişməyə, dam almağa. O vaxta şimdi sizə karving barədə bəhs edim sizə. Karving meyvə tərəvəz üstündə dekordur, yəni rəssamlıq üçün bir şeydir. Amma meyvə tərəvəzin üstündə çəkirsən, əl işləri bir, rəsm bir. Ruskabələk kimi deyil, yenə dediyim kimi. Səhv sezdin silmə şansımız yoxdur. Yəni maksimum dəqiq, maksimum bütün bıçaqlarımız istəyir, maksimum həm məhsulu zədələməməliyik, həm əlimizi kəsməməliyik. Ruska kimi. Yəni əlimiz kəsilsə belə, yəni normal ruska kimi, incə kimi tutub işləməlisən bunu. Yəni ruska ilə səhv yazdıq, ya ağacı ilə pozuruq, ya qələmlə yazdığımızı pozanla pozuruq, amma pozma şansımız yoxdur. Gör nə qədər səbirlə, gör nə qədər təmkinlə işləməlisən, diqqətlə işləməlisən ki, səhv buraxma şansın olmasın. Səbirlə yaxınlaşsınız, diqqətlə öyrənsiniz, yəni yaxşı nəticə əldə edəndə uğur əldə edə bilirsiniz ki, onda sevinirsiniz. Siz çox əziyyət çəkəcəksiniz, yəni öyrənmək üçün. Elə adam var səbri satır, elə adam var səbri satmır, amma yaxşı sənətdir. Bugünkü günü necə deyirlər, aşpazlıqdan da yəni pul barədə yüksək sənətdir. Yəni məsəl üçün aşpazlıq barədə danışım, maaş alır, məsəl üçün normal standart ustalardan söhbət, şeflərdən söhbət getmir, 1500-1000 manat. Amma bir dənə foya bəzəyirsən, restoran hal-hazırdakı Bakı şəhərində var restoranlarımız ki, foya bəzəyirlər, yəni toyla, bəylə gəlin foyaları bəzəyirlər, koridor deyirsiniz siz ona. Yəni bir dənə foya bəzəyməyə 400 manat, 500 manat pul alırsan, 2 saata, 3 saata, 5 saata, nə qədər tez çox bəzərsən, o qədər sənə xeyir verdir. Yəni toy saatı 5-də, 6-da başlayır, 5-6-ya kimi sənin foyan hazır olmalıdır. İstəsən 2 saatda həll elə, istəsən 1 saatda həll elə, istəsən 5 saatda həll elə. Görürsən, əl qabiliyyətinin asılıdır. Yəni 200-300 manat normal standart pul qalır günə. Onda vurunaya günə qədər eləyir. Belə qulağa xoş gəlir, amma əziyyəti var. Öyrənməlisən onu. Çatdırıb fikrim. Məsuliyyətli işdir, səbir istəyir, sevgi istəyir, əliniz kəsiləcək, səhv iş görəcəksiniz, işi bərbad edəcəksiniz. Yəni həvəsdən düşməmək lazımdır. Ona görə sənətə sevgi ilə yanaşmaq lazımdır ki, uğur əldə edə biləsiniz. Bu dəstələrin hərəsi bir yerdə, biri Kitaydan gəlib, biri Türkiyədən gəlib. İstədiyiniz bıçaqları təşkil etmək üçün köməklik göstərir, problem yoxdur. Tək öyrənin. Yəni mən maksimum dərəcədə köməklik göstərəcəm sizə. Bu qədər dəstələrin içində mənim favori bıçağım budur. Yəni əlimə yatan bıçağım budur. Bununla işləyirəm mən çox dekorlarımı. Orada bir dənə sarı bıçaq da var. Zəhmət olmasa ver mənə. Hə, var, naborun üstündə, karabkanın içində, hə. Bəli. Mən Türkiyədə olanda mən naborumu aparmamışdım deyə, aeroportdan birdən buraxmazlar deyə, birinci yarışımda. Bu bıçaq aldılar, verdilər mənə gecə ilə. Hüseyin abi var orada. Metaplaza ailəsinin sponsorudur. Səhər sunum olacaq, təqdimat olacaq ki, Azərbaycan mətbəxinin sunum edəcək orada. Dedim, nə hazırlaya bilərsən? Dedim, hazırlaya bilərəm, hal-hazırda ləvazimatlarımı heç nə bıçağı gətirməmişəm. Orada da bizim Basmen bazarı necədir? Bazardır, bağlanır. Orada da elə bir bazar var idi. Sağ olsun, gecə saat 1 idi, 2 idi, bazarı açdırdı, bir dənə bıçaq aldı mənim üçün. Bütün dekorlarımı tək bir bıçaqla işləmişəm, oradakı əl işlərimi. Yəni, bunlar da var. Məsəl üçün, necə deyim sizə? Bax, bu bıçağın yerini mən bunu ilə verə bilirəm. Çata bilir fikrim. Yəni, bu qədər nabor lazımlı bir şey, deməm lazımlı bir şey deyil. Amma zaman keçə, bir dənə bıçaqla istədiyin bıçağın dekorasiyasını verə biləcəksən. Elə bıçaq var ki, onun dekorasiyasını heç bir yerdə verə bilməsin. Adi bu bıçaq var. Belə bıçaq bəlkə görmüşsünüz, bəlkə də görməmişsiniz. Görən var aramızda belə bıçaq. Yəni, bunun düzəltdiyi dekoru heç bir bıçaq əvəz eləyə bilməz. Şah əsər saxlamışam inşallah ki, gələcəkdə bir dənə yarışmamız var Dubayda. İnşallah onu saxlamışam bıçağı, heç əl vurmamışam ona. İnşallah orada nümayiş göstərəcəm oyla. Vaxtımız azdır, nəsə göstərək sizə inşallah. Başlayaq.